İşte yazmışsınız və yoxladınız. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və ta ki 12-ci suala qədər yaza bilmədiyimiz və yaxud da səhv çıxan sual, ümumiyyətlə bizim üçün qaranlıq qalan sual, eşidirəm, 12-yə qədər. Arada sual buraxmayın, çox xahiş edirəm, deyin. 4 müəllim. 4-dən əvvəl sualımız var. Yoxsa gəlin baxaq sual 4-dən. 2. 4-cü sualda mənfi 7,82 ədədi ədəd oxunda deyir hansı iki qonşu ədəd arasından yerləşir. Bax, ədəd oxunun sən nə olduğunu bilirsən, düzdür. Ədəd oxunu çəkirsənsə, burada 0 bizim üçün olur hesablama başlanğıcı. Bax, bu 0. 0-dan sağa ədədlər müsbət getdikcə artır, 0-dan sonra ədədlər mənfi getdikcə neyinir? Azalır. 1, 2, 3, 4 və s. Mənfi 1, mənfi 2 və s. Sonra doğru azalır. Bu olsun mənfi 7,82. Bax, düşüb bura. Mənfi 7,82-dən bu tərəfdə hansı ədəd var? Mənfi 7, mənfi 6, mənfi 5 və s. Bəs bu tərəfdə nə var? Mənfi 8, mənfi 9, mənfi 10 və s. Demək, mənfi 7,82 hansı iki tam ədəd arasında yerləşir? Mənfi 8-nə, mənfi 7. Oldu mu? Buyurun, xahiş edirəm, arada sual buraxmayaq. Fatimə, qəşənglərdə görə suallarınızı işləməliyəm. 9 mənim. 9-dan əvvəl sual varmı? Zaten bunlar hamısı asan suallardır hələ ki. Sual 9 yetərincə rahat bir sualdır. Verir ki, modulda 8,1 minus 9,7. Bu sualı yazmışsan, yanlış çıx, yoxsa ümumiyyətlə işləməmişsən? Yox, mənim yazmışam, yanlış çıxır. Məsələn, cavabda nə almışsan? Mənim bu. Kişi, indi biz nə edirik? Bilirik ki, modulca mütləq qiymətçi alınan cavab hər zaman nədir? Müsbətdir. Yəni, biz oradan şərtini tərk olmuşduq. Əgər modul daxili ifadə müsbətsə, moduldan olduğu kimi çıxır, bəs mənfidirsə? Əksi çıxır. Yəni, qısası, bütün hallarda alınan cavab gəlir olur müsbət. İndi bax burada əvvəlcə hesablayaq. 8,1 minus 9,7. Ümumiyyətlə, 8,1-dən 9,7-ni çıxmaq üçün böyükdən kiçik çıxırıq. Modulca kiçik çıxıb, böyüyün işarəsini yazın. 9,7-dən bəli, çıxacaq 8,1. Qalar 6, qalar 1. 1,6. Burada böyük işarəsi mənfidir. Mənfi 1,6. Demək, modulda mənfi 1,6 qalar, eləyər 1,6. Oldu, qardaş? Bəli, mənim. Tamam. Davam edirik. Buyurun, arada sual saxlamayın. 12-yə qədər sual. Tamam, işləmsən, qardaş. 11 müəllim. Ayca? 11. 11. Gəl sual 11-ə baxaq. 11-ci sualda sənə deyir ki, mənfi 2,3-1 ədədi ədəd oxunda hansı iki qonşu tam ədəd arasında yerləşir? Bax, bayaqki məsələdir. Yaxşı, sual verən kim deməm, ekran silətimi görə bilmirəm. Cavab müəllim. Kim? Mən müəllim, Cavab. Cavab. Ay Cavab. Mənfi 2,3-1 hansı iki tam ədəd arasında yerləşir sənin fikrincə? Mənfi 3-dən 4-dən, mənfi 4-dən. Bax, mənfi 2,3-1-dən tərəfə geridə yerləşir? Mənfi 3. Bəs bu tərəfdə necə yerləşir? Mənfi 2. Mənfi 2. Bax, sən düşün də, tutaq ki, sən bunların mənfisini qoydun kənara. Ədədləri say görün. 2, məsələn, 2,1, 2,3, 2,5, 2,7, ondan sonra nə gəlir? 3 və s. Demək, bu saydığımız iki tam neçələr hara düşür? 2 ilə 3-ün arasına. Və yaxud da mənfi 2,3-1 hara düşür? Yenə mənfi 3 ilə mənfi 2-nin arasına. Bildim mən.
İnşallah ki elədim. Buyurun 20 daxil sual. Çox xahiş edirəm, arada sual saxlamayın. Eşidirəm. 13. 13. 13. Başlayaq 13. 10-cu demişdiniz mən keçən səfər. Olsun. İstəsiz 14-ə baxa bilərik. Ya 13-ə mi baxaq? Nə istəsiz problem yoxdur. Öyle qoy qız 13 deyibsə 13-ə də baxaq. Bax, 13-də 2-də 1 minus 8-də 1 bölünsün. Bu mənfi 2-də 1-i görürsən, mənfi 2-də 1-in yerinə bölünsün mənfi 2-nin yerinə nə yaza bilərik? Vuraq mənfi 2-də 1. Çünki bir kəsin bölünməsinə görə birinci ifadə qalır, ikincinin tərsinə vurur. Minus 16 tam 4'də 1 bölünsün mənfi 4 vuracaq necəyə? Mənfi 4'də 1. Yəni, xasə nədir? Kəsrin bölünməsinə görə birinci tərəf olduğu kimi qalır. İkinci tərəfin əksinə vurur. İlk öncə başlıq mötəzənin içərisinə. 2-də 1-dən 8-də 1 çıxmalıyam. Nə edir? Orta məxrəc. 2 və 8-ə ək olmasaydı qardaş. 8. 8'də 8 olmaq üçün birincinin hər tərəfi neçəyə vurmalıyıq? Bax, bu kəsin hər tərəfi neçəyə vurmalıyıq? 4'ə. Həm sürətini, həm məxrəcini. Vursaq, olacaq 8'də 4. Minus 8'də 1 vurulsun mənfi 2'də 1 minus. Bu 16'dan 4'də 1'i biz çeviririk, eləyir 4'də 65 vurulsun mənfi 4'də 1. 4'də 1. Bərabərdir. Birinci tərəf bizə verəcək 8'də 3. Vurulsun mənfi 2'də 1 minus 4'də 65 vurulsun yenə yazaq mənfi 4'də 1. İndi sadələşdirək. Kəsrin vurulma xassəsini kim deyər? Nə edir? Kəsri kəsr varkən nə edirik biz? Surətə məxrəcə vurulur. Bəli. Kəsri kəsrə vurarkən məxrəci vurub məxrəcə yazırıq. 8 vurulsun 2, 16. Şərtə yazırıq, şərtə yazırıq. 3 də 1'in 3. Amma bir məsələ var. Bunun biri mənfidir, biri müsbət. Hasil olacaq nə? Mənfi. Burada birinci ifadə birinci blokda mənfidir, ikinci blokda mənfidir. Mənfi vuraq mənfi sənə nə verəcək? Müsbət. Plus olacaq 4'də neçə? 65. İndi baxın, bunun biri mənfidir, biri müsbət. 4 nədir ya? 16. Müəllim çıxacaq. Biri mənfidir, biri müsbətsə, modulca böyükdən modulca kiçik çıxıb, böyüyün işarəsini yazırıq. 65'dən 3 çıxsaq qalar 62. Yəni cavab olmayacaq. İxtisar qədər neçəyə? 2-yə qalar 8'də 31. O da çevirsək, 3'ə bölsək 3'dan 8'də 7 deyəsən. Oldu? Bəli. Buyurun, davam edək. Eşitəm sizə. 15. 15. 15 modulda kök altında 3 minus 2 minus modulda kök altında 3 plus 2. Yəni biz burada nə edək? Qoşmasına vuracaq müəllim. Qardaş, qoşma niyə? Modul daxili ifadəni əvvəl sadələşdirək. Buna biz nə edək? Baxırıq birinci modulun içərisinə. Modul daxili ifadə demişdik, müsbətdirsə olduğu kimi qalır, mənfidirsə əksinə çıxır. Sizcə birinci modulun içərisi müsbətdir yoxsa mənfi? Mənfi müəllim. Mənfi. Çünki 2 kök altında 4'ə bərabərdir və 2 kök 3'dən böyükdür. Ona görə mənfidir. Mənfi olsun nəsə olar? Əksi. 2 minus kök altında 3 olacaq. Minus. Niyə aslı mötərizə? Çünki ikinci modulun qarşısında mənfi var deyə hər şey əksinə dəyişəcək. İkinci modul müsbətdir. Olduğu kimi qalır. Bərabər. 2 minus kök altında 3
minus mötərizənin qarşısında mənfi varsa, ifadəni açarkən bütün ifadələrin yeri hamısı əksinə dəyişir. Minus kök Dəyişir. altında 3 minus 2 olur. Bu da 2 ilə mənfi 2 silah gedir, qalır mənfi 2 kök altında 3 budur. Aydın olmadı? Oldu. Aydın. Davam edirik 20-yə qədər sual. Hətta 22-yə qədər. 21 müəllim. Müəllim 18. 21. 21. 18 eşitdim mən. Məncə mən 17-ni sizə izah etmişdim, eləmi? Bəli, müəllim. Bu dərsin Müəllim. videosunu sizə göndərməmişəm ki. Xeyr, müəllim. Eləmişsən Allah. Haydi. Bu ikisini belə göndərəm. Yenə deyirəm, dilxorçuluq biraz. 18-ə gəlin baxaq. Modulda x bərabərdir x-ə. Görürsünüz? Modulda x-dən elə x-in özü çıxıb. Modul daxili ifadədən ifadə olduğu kimi çıxıb. Nə zaman olduğu kimi çıxırdı? X Beraber oldu. Sıfırdan böyük və ya ona bərabərdirsə. Beraber olan. Olacaq C bəndi. Sıfırdan müsbət sonsuzluğa qədər. Aydın olmalı. Aydın da müəllim. Aydın Mehmet. Müəllim 21-ə baxardıq. Ben niyə baxmıyorum ki? Təksən sual deyil. 21. Bir dəqiqə. Gəlin sualı anlamalı üçün bilmirəm 18 kimi vermişdim, unuttum. 17-yə də baxaq. Deyir modulda x-dən x-in əksi çıxıb. Və nə zaman əksi çıxır? Sıfırdan cih və ona bərabər oldu. Mənfi olanda A-yə sağ 0 da ola bilər. Olacaq mənfi sonsuzdan sağ 0-a qədər. Əla. Dediniz 21 eləmi? Bəli müəllim. Aha. Beraber Baxaq oldu. 21-ə. 21-də mənfi 1,25 vurulsun mənfi 2-nin kubu minus 3-ün kvadratı. Deyil qiyməti hesabla. Bu mənfi 1,25 olduğu kimi qalsın. Mənfi 2-nin kubu sənə nə verəcək? 8. Mənfi 8. Minus 9 bərabərdir. Mənfi vurulsun mənfi olacaq müsbət. 1,25 vaxt 8. 11. Məncə 10 edir, eləmi? Minus Bəli. 9 Müəllim 10 eləyir. Bərabərdir 1. 1. Bir. Davam edirik, buyurun. Eşidirəm, sual. 24 müəllim. 25 müəllim. 24'e baxaq o zaman. 24-cü sual. Yadımdan çıxıb ili deyəsən 2010-cu ildir səfərəmizə. Üçüncü qrupun qəbuluna düşmüş sualda. 24-cü sualda o vaxtı qruplarda axirəcət var idi 2009-a qədər. Bütün qruplarda. Mənfi 4,2 modulca vurulsun mənfi 3,2 mənfi 16 vurulsun 0,7. Bir ifadəsinin qiymətini hesablayın. Bu aydın məsələdir ki, modulca mənfi 4,2-dən çıxacaq 4,2. Buradan çıxacaq 3,2. Aşağıda 16 vurulsun 0,7. İndi gəl nə edək? Bax, ifadəni sadələşdirmək üçün bunun hər tərəf vuracaq 10-a. Sürətin və məxrəcin. 4,2 və 16. Burada olsun 42, burada olsun neçə? 160. 160. Bir də vuracaq 10-a. Burada olsun 32, burada olacaq 7. Bildinmi? Elə bir sürəti və məxrəci 100-ə vurur da belə deyək qısası. Aydındır? Bəli müəllim. İndi sizə qarşı aparaq. 7 ilə 42 gedər. 6 qalar. 32 ilə 160, 16'ya getsin. Burada 10 qalsın. Burada neçə qalsın? 2 qalsın. Olacaq 10'da 12. Yəni 1,2. 2. Olmaz? Olur müəllim. Davam edək. Buyurun. 25 də. deyəsən. Bəli, 25. Ha. Biz qarşı kəsrə vura və ya bölə bilərdik. Xeyr, müəllim, onun düzgün olmayan kəsirdir. Ay yaşa. İlk öncə 5,5'də 2-ni çevirib düzgün olmayan kəsə. 5,27. 5'i vururuq. Tam Beşdə İslam 27. gəlsin, məxrəcən gəlir sürətin üzərinə.
Olacaq Mən 5-də 27. 27. Bölünsün. Mənfi 25-də 6. Bax, mənfi qarşıda mənfi olacaq plus. Üstə gələk. 3 tam 6-da 5. Vurulsun nə var? 10-da 6. İlk öncə bura baxırıq. Kəsin bölünməsinə görə birinci ifadə olduğu kimi qalır. İkincinin tərsinə vurulur. Mənfi 6-da 25. Plus 3 tam 6-da 5 vurulsun 10-da 6. 6. Hepsi gəldi işte. Qoy silə yuxarıdan yazalım işte. Güzel. Aha, bərabərdir. 5-də 27 vurulsun 6-da 25 görürüm. İxtisar varsa aparaq. Var mı? Var. 5-lə 25 gedək. Böyle qırmızı yazam hissi olsun. Var 5. Burada qalsın 5. 6 ilə 27-də lap gəl ixtisar eləməyək. 3-ə gedəlim Ali. Gəl eləməyək ixtisarı. Qalacaq mənfi nəfəsdə qalsın 6, yuxarıda 135. Eləmi? Plus nə var? 3 tam 6-da 5. Bıraq 10-da 6. Bilirsiniz niyə ixtisar aparmadı? Gəlin bu 3 tam 6, 5 çeyrək düzgün olmayan kəsrə. 6-da müəllim. Nə edəcəyik? 3-ü vuracağıq 6-ya, üstünə gələcəyik 5-i. 18 üstə gəl 5-in çeyrək qal. 23 eləmir ki? Bəli, 23. Aha. İndi baxın, toplasaq məxrəclər eynidir. Məxrəc olduğu kimi qalır, sürətlər toplanır. Amma biri mənfidir, biri müsbət. Böyükdən kiçik çıxıb, böyüyün şərəsini yazarıq. Bəli. 35 çıxır 23. Neçə qalır? 112. Vurulsun 10-da 6. Altlar da buradan gedir. Qalır mənfi 10-da 112. Mənfi 11 tam 10-da 2. Oldu? Bəli, müəllim. Müəllim. Buyurun, davam edək. Mənim 27-ci sual. Neçə? 27. 20-ci sual verən kimdir? Müəllim Rahim. Rahim. Rahim, 27-yə bənzər sual işləməmişik, xatırlamırsan? İşlədik mənim belə. Yox, mən Rahimlə danışıram mənəcə. Hay Rahim? Müəllim bayaqçı. Bayaqçı. 24. Nətər yazıb, deyə bilərsənmi? Eşitəm sən, buyur. Deyim müəllim. Rahim desin. Müəllim xeyr deyə bilmirəm. Bəs nəyə baxırdın bu sən burada? Bəs əgər biraz bax. Kişi sual 24-də baxırsan, 24-cü sualla 27-ci sual eyni illə qəbula düşüb. Biri A bəndinin sualdır, biri B bəndinin sualdır. Və eyni sualdır. Demək o ki, fərq yox. Eynidir müəllim. Yox, biləm, illərini qatışdıram. Eyni vaxt düşmüş imtahan sual, daha eyni imtahan düşmüş suallardır. Biri A bəndinin, biri B bəndinin sualdır. Rahim, sən burada mənfi 4,8 modul cavablısı mənfi 3,4 var. Ümumiyyətlə, modul daxili ifadə. Sən hesablamanı aparmaq üçün ilk öncə ifadə moduldan çıxartmalısan. Mənfi 4,8-dən Rahimlə danışan ismini daxilləməsin. Necə çıxır modulca? Anlatayım. Mənfi 4,8-dən necə çıxır moduldan? Müəllim, müsbət 4,8. Yaxşı, bunu yazdım bura. Bəs mənfi 3,4-dən? Müəllim, 3,4. Bəs məxrəcdə? Məxrəcdə 17, surətdə də 8. Sürət nədir? 0,8. Ay müəllim, məxrəcdə də 0,8. Can müəllim. 17 bura 0,8. Gəl qulaq asın. Biz bayaq nə etdik? Bu ifadənin kəsrin, daha doğrusu sürətini və məxrəcini tama gətirdik.
Ona vurduq müəllim. 2 rəqəm bunu çəkməliyik, bunu və bunu. 2 rəqəm. Ona görə içərisini sürətlə mərkəzini neçəyə vuraq ki? 100-ə vuraq. 100-ə vursaq, bir rəqəm bunu çəkərik, onlar 48, 0-ın 1 getdi. Bir rəqəm bunu çəkərik, onlar 34. 34. Aşağıya 100-ə vursaq, 0-ın 1-ini verək buna, olsun 170, bir də bunu verək buna, olsun 8. İndi ixtisadına aparaq, birə-bir eyni sual. 8 ilə 148 ixtisar gedir 8-ə, 8-8-ə 1, burada qalır 10. Burada gedir 17-yə getsin, burada qalır 10, burada qalır 2. Olacaq 10-da 12, hətta desən cavab da inandı, eləmi? Bəli, müəllim. Mən Amma cavab tamam gəlmişdim. Ona aydın olmadı, Rayim. Aydın da müəllim başa düşdüm. İnşallah ki elədir. Müəllim 35 28. daxil sual 28-ə baxırıq. Nədir burada? Burada 14-ün kvadratını, 14-ü görürsünüzmü? Əvvəl 14-ü qaldırıb kvadratı. Əslində belədir. Ya bu belə deyil. Yəni biz əgər bu yaşa gəlmişiksə və qəbul üçün sual işləyirsə, belə deyirik ki, Kvadratdan orada kök gedir. ay sağ ol da onu deyirəm. Yəni belə deyirik ki, dərəcə ilə qüvvət gedir. Qalır 14. Amma indi mən sənə sual deyən kimi, daha doğrusu cavab deyən kimi deyirəm. Müəllim mən idim Xədicə. Xədicə, bəs onda ikincidə nə edəcəm qızım? Onda bunlar gedir -11 qalır. əvvəlcə 11-i mən kvadratda Əslində yüksək. bu riyazi olub belə deyil. Aha. Bizdə bu hələ biz keçməmişik. Bizim növbəti dərslərimiz ona gəlib çıxacaq. Həqiqi üstü qüvvət anlayışını. Oradan danışacağıq biz bunlarda. Hansı kəsr üstü daha kökaltı ifadə bizə kəsr qüvvəti verir. Bu bahac yox hissələrə. Bu iqtisada falan normaldır. Amma biz bu suala belə baxaq. Yəni bu cüt dərəcədən olsa mövzuda çıxmalı, tək dərəcədə olduğu kimi çıxmalı. Amma burada şu an səhv eləmək üçün belə düşünək də, sanki sən burada 14-ü qaldırsan kvadrata eləyir neçə? 196. Oradan neçə çıxar? 14. 14. Bax düşün, -14. -11-i qaldırsan kvadrata neçə eləyər? Müsbət 121. 121. Köyə çıxar neçə? 11. Plus. 11. Burada kök altda 11-in kvadratıdır. Hə, burada ümumiyyətlə neçə eləyir? Da gedə bilər. 11. 120. Mənim 8 kvadratda müəllim. Minus -8-in 60-da keçəcək 8. Buradan 8. beləsi sənlikdir də 22, 36, 8. Bir səhv etməsə belə bir şey qalır. Bəli, müəllim. Sedirəm deyəsən. Cavab da yoxdur. Yox, çünki çalışacaqdır ona görə. 11 ilə 11 neçə eləyir? 22. Üstə gəlib 22. 14 neçə eləyir? 36. 36. 36. 36 çıxar 8 axı 28 eləyir. 28. Olsun da canı sağ olsun. Davam edək. Bəli, müəllim. Bir dəqiqə gözlə. Hə, bir sən niyə? Baxsız suala. Bura nə yazmışıq sual köçürəndə? Yox. Baba, göstərirəm. Baba, bura nə yazmışıq? Plus. Bu misala nədir? Misala baxın. Minus. Hə, minus. Olsun canı sağ olsun. Minusa gələn bunun minusuna bax. Bu minusuymuş burada. 11 11 silah olunsun. 14 çıxılsın nə qalacaq onda? 8. Cavab. Hə, o nə çəkəcək onda? 6 edəcək. Problem var? 6. Olsun da. Evet. Davam edək. 36 daxil. Buyurun. 31. 31. Daha 31'ə, yaxşı. A müsbət 0-dan böyük. B mənfi 0-dan kiçik. Hansı ən böyükdür? Bax, mən buna fikrini danışdıq bilmirəm. Məsələn, ikisi obstacle baxmışdıq. Hansı ən böyükdür deyir. Yəni A müsbətdir, B mənfi sənə 5 dənə variantı deyir hansı ən böyükdür. Mütləq bu sualda, çünki sən burada A-nın və B-nin hansı qiymətlər aldığını bilmirsən. Ona görə də, məsələn, burada 2 dənə müsbət qiymət verirsə, sən onu müqayisə edə bilməzsən. Ki, hansı böyükdür, sən A-B haqqında fikrin yoxdur. Əgər hansı böyükdür deyirsə, mütləq şəkildə buradakı 5 dənə variantdan 4 dənəsi mənfidir, bir dənəsi nədir? Müsbətdir. Müsbət. Müsbətdən olsa bütün mənfilərdən nədir? Böyükdür.
Demək orada ən böyük o olacaqdır. İndi bir də 32-ci suala baxırsınız. 32-də deyir ki, ən kiçiyin tap. Ən kiçiyin tap deyirsə 5 dənə variantdan mütləq 4 dənəsi müsbətdir, biri mənfidir. Onsuz mənfi bütün müsbətlərdən kiçikdir. Aydın olmadı? Aydındır müəllim. Aydındır müəllim. Hə, indi gəlin baxaq. 31-də görək hansı müsbətdir. Burada deyəsən D bəndi görsənir. Niyə? Yazıbdır ki, A minus B bölünsün 3. Məsəl üçün, A müsbət idi, B nə idi? Mənfi idi. Mənfi çevirir müsbətə. Müsbət və müsbət sıfırdan böyük olur. Və yaxud da gəlin baxaq. A müsbətdir. Məsələn, A-ya deyək mi 5? Məsələn, misal düşünək də. B mənfidir. Olsun mu mənfi? Mənfi 2 olsun, məsəl üçün. Olacaq, belə A nə idi? Məsəl üçün 5 çıxılsın mənfi 2 bölünsün 3. Bu mənfi olacaq müsbət. Məsələn 7 bölünsün 3. Görsən artıq müsbət. Ona görə bütün mənfilərdən də böyükdür. Elə ən böyükdür D. Aydındır? Cavab da mənim budur. Təbii ki, D bəndə olmalıdır. 36 daxil sual. Buyurun. Ee, 45 daxil sualınızı verin, eşləmsin. 37. 40. 37. 37'ye baxacam. 37-ci sual. Bax, sual 37-də deyir ki, x mənfidir. Tamam. A bərabərdir x bölünsün 14. B bərabərdir x bölünsün 15. C bərabərdir x bölünsün 16. Bir müqayisə edin. X mənfi ədəddir. Məsəl üçün, olsumu mənfidir. Olacaq onun mənfi 14-də 1, mənfi 15-də 1, mənfi 16-da 1. Əslində qalanda sürətlərin eyni olan kəsrədə məxrəci böyük olan kiçik olan böyük. Normalda 14-də 1 böyükdür. 15-də 1-dən böyükdür 16-da 1-dən. Amma bunların məxrəcləri mənfi olduğuna ümumiyyətlə mənfi qiymətləri isə məxrədə hər şeyin əksi yaranır. Məsəl üçün 7 böyükdür 3-dən. Amma mənfi 7 kiçik nədən? Mənfi 3-dən. Əgər 7 3-dən böyükdürsə, onda mənfi 7, mənfi 3-dən nədir? Kiçikdir də. Bu zaman mənfiyə çevriləndə, onda mənfi 14-də 1, mənfi 15-də 1-dən kiçikdir, o da mənfi 16-da 1-dən kiçikdir. 45 daxil sual. 40 müəllim. 40 müəllim. Bir də görmə, yada bura. Sual 40'a baxacaq. Modulca 7,2 bölünsün mənfi 0,8 minus modulda mənfi 3 vurulsun mənfi 2. Bilirik ki, moduldan həmçinin çıxır. Müsbət qiymət çıxır da, düzdürmü? Olacaq, mənfi 7,2-dən nə çıxar? 7,2 bölək 0,8 minus 3 vurulsun 2. Əslində mənfi 3-müş fərqi yoxdur. Görün, hamısı köçüdür. Bərabərdir. 7,2 bıraq 0 bölək 0,8 neçə edər? 9. 9. Buyurun. 45 daxil sual. Müəllim 42. 42. A bərabərdir. 2,4-də 100 minus 10-da 5. Yəni neçə? 2-də 1. Deyək ki, əksizsəndir. Əvvəl ifadəni sadələşdir. 2,4-də 3, bəli. 4 olmasını hər tərəf vuracaq 2-yə. Minus 4-də 2.
2 tam 4-də 1. Tam isə 2, kəsr isə 4-də 1. Olar? Bəli müəllim. Buyurun. Sual. 48-49 daxil sual. 49 müəllim. 49 müəllim. 47. Eyni sualdan mı? Baxaq, olsun, nə olur, baxaq. 47 ilə neçə? 47'ni Bey xanım 47 oxşar demişdiniz mən Bey xanım. Adam biraz mənə sor versə, amma baxaq da. Mənfi 4 tam üstə 2. Mənfi 4 tam üstə 2 ədəd oxunda hara düşür? Mənfi 4-dən kiçik tam ədəd var. Bir də mənfi 4-dən böyük tam ədəd var. Mənfi 4-dən kiçik. Mənfi bağışla. Mənfi 4 tam 3-dən kiçik tam ədəd neçədir? 3. Niyə mənfi 5-dir ölçü? Mənfi 3, mənfi 4-dən böyük kiçikdir, insafsız. 3 manat borcun olsa yaxşıdır, 4 manat borcun olsa yaxşıdır. 3 manat. Mənfi 3, yəni borc, təbii ki, mənfi 4-dən böyükdür. Yaxşıdır. Daha yaxındır müsbətə. Yəni, belə deyək də, ədəd oxunda 0 bizim üçün olur hesablama başlanğıcı. Başlanğıcı. Soldan sağa doğru 0-a yaxınlaşdıqca qiymət neyinir? Azalır. Azalır. Artır. Elə bil, gedib Kapital Bankdan 10.000 kredit götürmüşdün. Mənfi 10.000 balansın göstərirdi. Ödədikcə yaxınlaşır 0-a doğru. Bu yaxşı yoxsa mənfiyə doğru gedir? Müsbət. Demək mənfi ədədlər 0-a yaxınlaşdıqca neyinir? Sevindiricidir də, artır. Eləmi? Bəs müsbət ədədlər 0-dan uzaqlaşdıqca neyinir? Azalır. Azalır. Artır. 0-dan uzaqlaşdıqca müsbətlər yenə neyinir? Artır. Artır. 0 balansın vardı, 5 manat, 3 manat, 15 manat, 25 manat getsə. Amma 0-a yaxınlaşsa neyinir? Müsbətlər. Azalır. Mənfi 4,2-dən solda mənfi 5 yerləşir. Sağda mənfi 4. Sağda mənfi 4 yerləşir. Düşür mənfi 5 ilə mənfi 4-ün arasında. Benim aydın oldu mu yoxsa indi nə deyim? Aydındır müəllim. Aydındır müəllim. Davam edək. 49. 49. 49 müəllim. Nilüfer. Buran işığını qızım. Buran işığını yandır. Gel. Buradan. İşığı yandır. Hı. Bir yandır. Tamam. O birisini söndür. Sarı olanı söndür. Yok. Aksine. Bir de. O birisinde. Tamam. Evet. Çok sağ ol. Neçəyə baxırıq? 49. 49. Bax, 49-da nədir məsələ? Mənfi 4 modulda x plus 3 vurulsu modulda y. İfadənin qiymətini hesabla. Biz x və y-in qiymətlərini görürük. 47,2. Mənfi 4 vurulsu mənfi 47,2-yə 30,1. Deməli, plus 3 vurulsu mənfi 30,1. Bu mənfi 4'ü vursaq 47,2. Burada bir ortaqlıq falan var mı görəsə ona baxmağa çalışıram. 30,1, 47,2. Siz görə bilmədim. Niyə görə? Eyb yox. Olacaq mənfi 4 vurulsun 47,2 plus 3 vurulsun 30,1. Vursaq 4'ü olacaq 8. 28 2 yadda 16 18. 188,8 özdə nə? Mənfi. Çünki mənfi də plus. Bunu da vursaq 90,3. Onda bizim biri mənfi, biri müsbət. Modulca böyükdən, modulca... Orada ikisi də mənfidə azdır.
Modul böyle olan işarətini seçerek. Orada ikisi de mənfidir. Siz yuxarıda ikisine de mənfi yazmışsınız. Ama aşağıda yazmadınız. Yoksa yok. Moduldan çıxıb tamam göre. Tamam, mən onu bir mütərizə bildim. Tamam. Hə. Olacaq 5 eləmi? 8 95 tam onda bir. olacaq Modulu qoyulan mənfi 98 tam onda 5. Test yazdım. 98. Oldu? Bəli, müəllim. Tamam. Davam edirik. Buyurun. Sual. Əlli 55'e kadar sual. Neyse. 53. 53. 53. Vasif 6 gün ərzində hər gün məktəbə gedərkən yola sərf etdiyi zamanı ölçmüş və nəticəni cədvələ yazmışdır. Demək, birinci gün gedir 28 dəqiqəyə, o birisi 38 dəqiqəyə və s. Vasif 6 gün ərzində məktəbə gedərkən yola orta hesabla nə qədər vaxt sərf edir? Biz bunların nəyini tapmalıyıq? Ədədi ortası. Ədədi tapmasını nə var mı? Ədədləri toplayıb Bunları toplayıb 6'ya bölməliyik. 28 plus 38 plus 27 plus 37 plus 25 plus 25. Demək 6 gün sistemində oxuyurlar mı bu? 2, 4, 6. Böləcək neçəyə? 6 eləyər. Oldu mu? Bəli. Davam edək. 30 edir müəllim orada. Nə eləyərsə eləyər. 62 daxil sual. Arada xahiş edirəm sual saxlamayın. Buyurun, son suallarımızı eşidirəm sizə. 56. Gəl baxaq, mən ona baxırım. 56. İki ədədin ədədi ortası 23,22'dir. Ədəddən biri var. 23 tam %22'dir. Bax, ədədlərdən deyil. Biri 23 tam %22'dir. O birisi nədir? Bilmirəm. X-dir. Toplayıb bölmüşəm sayına, elə sənə nə verir? 23 tam %22. Mütləq ədədin biri də elə o birisinin özünə bərabər imiş. Məsəl üçün, 6 ilə 6'nın ədədi ortası nəyə bərabərdir? 6'ya. Bəs 3 dənə 7'nin ədədi ortası nəyə bərabərdir? 7 yaman. Yəni 7. Aha. 2 dənə bunun ədədi özünə bərabər olmaq. Toplayıb sayına bölürük, yenə eyni şey verir də bizə. Və ya çarpaz vursaq, 23 tam %22 plus x bərabərdir 2'yə vursaq 46 tam %44. Onu da çıxsaq cavab olacaq. 22. Aydın olmadı? Oldu Aydın. müəllim. Müəllim. Başqa sual. İştirəm. 57. Toplayıb 3'ə böləndə 10 almalıyıq. Yəni belə baxanda görməlisən ki, tamla qutarsın. Məsələn, bu bəndə ola bilməz. Çünki bu bəndə toplasan, burada 10'da 5'in 10'da 5 1 eləyir. Bir də 3 10'da 2 qalır. Bax, burada 10 tam düşübdür. Gör hansının cəmsi 30 verir. D bəndə ola bilməz, o da kəsr hissə qalır. E bəndə ola bilməz, kəsr hissə qalır. Burada cavab elə A bəndi görsənir. Yəni ki, cavab olaraq. Cəmi edir 30 bölüncə edir 10. Bilmədi nə deyir biz? Bildim müəllim. Lap yaxşı. 62 daxil sual. Eşidirəm, buyurun. Yoxsa mən sual verəcəm. Gəlin 60'dan başlayaq. Deyir, hansı irrasionaldır? 5 kök altında 2'nin kvadrati. Cavab irrasionaldır. Xeyr, mənim rasionaldır. Xeyr, müəllim. Bazen qalsa olacaq 25 vurulsun 2, 50. Rasionaldır. Bəs bu bəndi kök altda 50 bölünsün kök altda 5. Rasionaldır. Burada 50 nədir? Yəni 20. O irrasional değil. En kökün altına salsaq 20 bölünsün 5 ola bilər. Gedər qalar 4, köydən çıxar 2. Bu da getdi. C bəndi. Bu da cavab nədir? E bəndi. Ben.
Hə, yox, mən Yox, müəllim. 61-in Yox, cavabına yox. baxdım. 61-in cavabına baxdım. Doğrudur müəllim. Burada cavab D bəndi. Əlbəttə ki, D bəndi. Aydındır? Bəli Və müəllim. 62-də nədir? E bəndidir. Evet. 62'də C. 62-də nədir? Demək 62-də irrasional C. deyirsə, C, bəli, C. C-dir. C'dir. Aha. Aydındır? Bəli. Bəli müəllim. Cəmsi 25 dənə sualdır. İşləyə bilərsiniz bunları. Bəli müəllim. Bəli Və mən müəllim. sizə ara bir dənə test göndərəm. İşləyər müəllim. İnşallah. Yəni. İndi qeyd qrupa göndərəcəm, yaxşı? Yaxşı müəllim. Keçim opsiyonu. Müəllim